إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وآله وسلم أما بعد السلام عليكم ورحمة الله وبركاته. İnşallah bugün götürəcəyimiz mövzu səfərin müddəti ilə əlaqəli bir məqaləmiz var. Qardaşlardan biri xahiş eləmişdi, o məqaləni şərh eləmək. Ümumiyyətlə, bu məsələ mühüm məsələlərdəndir, həm də yaya doğru gedirik. Və yay fəsli səfərə ən çox çıxılan fəsildir. Və məqalə belə başlayır ki, deməli, təbii ki, bilirsiniz ki, ümumiyyətlə, səfərin müddəti ilə əlaqəli alimlər arasında ixtilaf çoxdur. Və elə bu məqaləni yazmaqda da səbəb bu olub. Deməli, səfər iki növdür. Birinci bilmək lazımdır ki, səfər iki növdür. Birincisi, oturum niyyəti ilə olmayan səfər. Yəni, məsələn, cihad, müharibə qəsdi ilə və ya müalicə və ya ticarət və s. kimi hər hansısa bir ehtiyacın ödənilməsi, müəyyən bir problemin həlli üçün edilən səfər. Aydındır. Adam, məsələn, harasa gedir, məsələn, ticarət qəsdi ilə. Niyyəti orada qonaqlamaq deyil. Tamam, haçan qaydacaq? Nə üçün gedibsə, o işə haçan bitəcək, o zaman da qaydacaq. Məsələn, müayinə məqsədi ilə, müalicə məqsədi ilə səfərə çıxır. Haçan qaydacaq? Müayinə, müalicə bitəndə qaydacaq. Deməli, niyyəti oturumdur ya yox. Niyyəti oturum deyil. Amma bu vaxt, müddət uzana da bilər, az da ola bilər. Yəni, onun səfərdən qayıtması nəyə bağlıdır? Nə üçün gedib o ehtiyacın ödənməsindən? Ola bilsin, bir həftəyə qaydar, ola bilsin, bir aya qaydar, ola bilsin, 5 aya qaydar. Məsələn, ilişib qalar orada, məsələ həllini tapmaz, səfər müddəti uzanar. Bu hansı idi? Oturum niyyəti ilə olmayan səfər. Deməli, bu növ səfərlərin vaxtı, müddəti adətən bəlli olmur. Və səfərdən qayıdış həmin problemin həllindən asılı olur. Bu halda səfər uzun, yəni aylar, illər çəksə belə namaz qısaldılır. Aydın oldu? Yəni, səfərdə olduğu müddətcə namazları qısaldır, səfər qılır. Oturum niyyəti ilə olmayan səfərlərdə. Və İmam Tirmizi, İbn-i Qattan, İbn-i Abdülbar və sair alimlər buna dair elm əhlinin icmasını nəql ediblər. Ki, bu elə bir məsələdir ki, bunda ixtilaf da yoxdur demək olar. Ki, adam səfərə çıxır, hər hansısa bir işin həllinə görə. Oturum, qonaqlamaq, qalmaq qəsdi ilə yox. Həmin müddət nə qədər uzanırsa uzansın, müsafirdir, səfər qılır. Və alimlər deyirlər ki, demək olar, bunda icma var. Bunda demək olar, ixtilaf yoxdur. Bu məsələ rahatdır. Bu qaydanı bu cür götürürük, bu cür də əməlləyirik. Necə ki, İbn Ömər radiyallahu anhuma 6 ay müddətində Azərbaycanda qalmış və qar səbəbi ilə geri qayda bilməmiş və bu vaxt ərzində namazları qısaltmışdı. İmam Beyhaqinin Sünənül Kubrasında və digər kitablarda rəvayət olunan səhih əsərdir. Bu məqalədə təkcə misal olaraq İbn Öməri qeyd etmişik. Azərbaycanda olublar. Onunla birlikdə sahabələrdən, tabeinlərdən olanlar olub. Və təbii ki, onlar bura yəni fəth, qazavat məqsədi ilə gəlmişdilər. Qar səbəbi ilə ilişib qalırlar.
onların niyyəti burada qonaqlamaq, iqamə olmur. Və 6 ay vaxt keçməsinə baxmayaraq onlar namazlarını qısaldırlar, səfər qılırlar. Və bu barədə əsərlər çoxdur. Bəzi sahabələrdən gəlir ki, harasa qazavat məqsədi ilə gedib 2 ay, 3 ay orada qalıb namazlarını qısaldırlar. Hətta 1 ildən artıq, 2 ilə yaxın namazlarını qısaldan sahabələr olub. Deməli, səfərin birinci növü aydın oldu. Bu asandır. Burada qəliz bir şey yoxdur. Çünki qeyd elədik, alimlər deyirlər ki, demək olar bu məsələ ittifaq olunan məsələlərdəndir. Və səfərin ikinci növü, əsas alimlərin ixtilaf elədikləri, hətta bəzi alimlər bu barədə 20-dən artıq rəy gətirir. O da hansıdır? Oturum niyyəti ilə olan səfər. Əvvəldə qeyd etdiyimiz. Adam harasa gedir, niyyəti qonaqlamaqdır. 1 ay, 5 ay, 1 həftə, 3 gün, 10 gün, 15 gün, nəysə. Niyyət qonaqlamaqdır. Hətta bu məsələ fıqhda, belə desək, ən çox ixtilaf olunan məsələlərdən birisidir. 20-dən artıq təsəvvür edin, rəy gəlib. 20-dən artıq. Məsələn, bəzi alimlər elə 4 məzhəblə götürsək, Hənəfi məzhəbində necədir? 15 gün. Onlar deyiblər ki, adam iqamə niyyəti ilə, oturum niyyəti ilə səfər edirsə, o səfəri 15 gündən azdırsa, səfər qılır, qısaldır. 15 gündən çoxdursa, tam qılır. Musafir sayılmır. Şafi məzhəbində, Maliki məzhəbində 4 gündür. Gediş və qayıdış günlərindən kənar. 4 gün qaldısa, 4 və ya 4 gündən az musafirdir. Gediş, qayıdış günlərini çıxmaqla. Həmbəli məzhəbində də 4 gündür, lakin onlar gediş, qayıdış günləri ilə birlikdə. Deyiblər ki, 4 gündən artıq qalsa, səfər sayılmır. Tam qılır. Və bu cür. Bəzi alimlər 12, bəzi alimlər 15, 10 gün və s. 20-dən artıq rəy gəlib. Və bu məqalədə qeyd elədiyimiz, tərcih elədiyimiz rəy hansıdır? Demişik ki, oturum niyyəti ilə olan səfər, bu halda 20 gündən az qalacağına niyyət edən kəs musafir hökmündədir. Və 19 gün ərzində, yəni namazları qısaldır. 20 gündən az. Tərcih elədiyimiz rəy budur. 20 gündən az qalsa, namazları qısaldır. 20 gündən çox olsa qısaltmır, tam qılır. Musafir sayılmır ona görə. Əgər 19 gündən artıq qalacağına qərar verərsə, bu halda namazları tam qılmalıdır. Və bu rəy sahabə Abdullah ibn Abbasın məzhəbidir. Abdullah ibn Abbas radiyallahu anhumanın məzhəbidir. Belə ki, o deyir ki, Allah Rasulü sallallahu aleyhi və səlləm səfərdə 19 gün qaldı və namazları qısaltdı. Səfərdə 19 gün qaldı və namazları qısaltdı. Bu harda keçir? Səhih Buxarıda və digər hədis kitablarında. Lakin hədis elmində ümumiyyətlə belə bir şey var ki, adətən bir hədis Buxarı və Müslimdə keçirsə, bunları qeyd etməklə kifayətlənmək olur. Bir ehtiyac yoxdur ki, deyəsən Buxari, Müslim, Tirmizi, Abu Davud artıq muttafaqun aleyhdir, üzərində ittifaq olunur. Və bu hədisdə İbn Abbasın bu sözü də Səhih Buxarıda keçir. İndi məsələ burada nədir? Məsələ burada budur ki, İbn Abbas dedi ki, Allah Rasulü səfərdə 19 gün qaldı və namazları neynədir? Qısaltdı. Tamam. Əbu Hənifə rahiməhullah ki, deyib 15 gün. Onun dəlli nədir? O da başqa bir sahabədən gətirir ki,
Allah Resulü bir yerdə 15 gün qaldı və namazları qısaltdı. 4 günün dəlili. Allah Resulü aleyhissalatü vesselam bir yerdə 4 gün qaldı və namazları qısaltdı. 10 günün dəlili, eyni. 12 günün dəlili, o da Əlidən gəlir, eyni. Allah Resulü aleyhissalatü vesselam bir yerdə 10 gün və ya 12 gün qaldı, namazları qısaltdı. İndi İbn Abbasın bu sözü ilə onların sözü arasında fərq nədir? Yəni, nə üçün məhz İbn Abbasın sözünü tərcih edirik? Aydındır. Tərcih üçün burada bir çox səbəblər var. Səbəblərdən birisi, mən bayaqları Buxarıda gələn rəvayəti oxuyanda özüm bilə-bilə tam oxumadım. Rəvayət bu cür deyil. Rəvayət belədir ki, Allah Resulü aleyhissalatü vesselam səfərdə 19 gün qaldı və namazları qısaltdı. Və sonra İbn Abbas deyir ki, biz də 19 günlük səfərə çıxdıqda namazları qısaldacaq, əgər artıq qalarıqsa tam qılacaq. Bax, bu var ha, İbn Abbasın bu sözü. Yəni, Allah Rasulunun o əməlindən başa düşdüyü tətbiqat başqa heç bir rəqam barədə gəlməyib. Bu İbn Abbasın məzhəbini, rəyini 19 günü tərcih etməyimizin birinci səbəbidir. Çünki o biri hədislərdə necə gəlib? Sahabə gördüyünü rəvayət edib. Sahabə deməyib ki, 15 gün. Sahabə deyib ki, Allah Resulü aleyhissalatü vesselam məsələn Taifdə və ya Tabukda 15 gün qaldı və səfər qıldı. Eləmi? Sonra həmin sahabə deməyib ki, biz də belə edəcəyik. 15 gün qalsa səfər qılacaq. Artıq qalsa qılmayacaq. Belə şey deməyib. Sadəcə olaraq Abu Hanifə bu əsərdən bu istinbatı edib. Aydın oldu necə? Tamam. Onda belədirsə, yəni Allah Resulü aleyhissalatü vesselam bir yerdə 10 gün qalıb, qısaldıb. Bir alim bunu dəlil götürür ki, biz də 10 gün qalacaq, qısaldacaq. Artıq olsa yox. Onda sual, bəs 12 gün qalsaq necə? Axı, o barədə də hədis gəlib axı. Tamam, onda 12-ni götürək. Yox, birdən 15 gün qalsaq necə? O barədə də hədis gəlib axı. Aydındır necə? Bu ona görə bu rəyi tərcih etməyimizin birinci səbəbidir ki, burada biz Peyğəmbər sallallahu aleyhi və səlləmin təkcə feylini dəlil götürmürük. Həm də burada sahabənin bir fəhmi var ortada. İbn Abbas deyir ki, Allah Resulü aleyhissalatü vesselam səfərdə 19 gün qaldı və namazları qısaltdı. Və biz də, özdə demir ha, mən. Deyir biz, hətta özünə, şəxsinə nisbət eləmir. Və bu görünür ki, bu İbn Abbasın məzhəbi olmayıb tək. Bir qrup sahabənin, tabiinin məzhəbi olub. Və deyir ki, biz də 19 günlük səfərə çıxdıqda namazları qısaldacaq, əgər artıq qalarıqsa tam qılacaq. Və İbn Abbasın bu sözü ki var, o biri rəqəmlər barədə gəlməyib. Bu elə bil ki, İbn Abbasın məzhəbini tərcih etməyimizin birinci səbəbidir. Aydın oldu. Və ikinci səbəb, nə üçün 19 rəqəmini tərcih etmişik? Məqalədə qeyd etmişik ki, həmçinin bu, yəni 19 gün, hədislər içərisində gün sayı ən çox gələn rəvayətdir. Hədislər içərisində gün sayı ən çox gələn rəvayətdir. Bu da ikinci səbəbdir ki, 19 günü tərcih etmişik. Çünki bayaqları çəkdiyi misal ki var idi. Məsələn, biri desə ki, yox, səfərin müddəti 4 gündür. Sual veririk. Niyə? Hədis gətirir. Çünki Allah Rasulü filan yerdə 4 gün qaldı, səfər qıldı. İndi biz etiraz edirik. Sənin dəlilin varmı ki, 5 gün qalsaydı səfər qılmayacaqdı? Qalır belə. Çünki bizim əlimizdə başqa hədislər var ki, 4 gündən artıq qalıb, səfər qılıb. Eləmi? Tutaq ki 10 gün. Bayaq dediyim kimi. Deyəcək ki, tamam, onda 10 gün. Dəlilin nədir 10 gün? Deyəcək ki, çünki Allah Rasulü bir yerdə 10 gün qalıb, səfər qılıb. Dəlilin nədir ki, 11 gün qalsaydı, qılmayacaqdı. Ona görə baxırsan,
Bu rəqəmlər içərisində ən çox gələn rəqəm 19-20-dir. Yəni 20 gündən az. Bu da ikinci səbəbdir. Çünki o biri rəvayətlər barədə bunu demək mümkündür, 19 barədə bunu demək mümkün deyil. Çünki biri bu sualı versə, cavab olaraq deyiləcək ki, yox, 19-dan artığı gəlməyib. Ona görə bu da ikinci səbəbdir ki, bu 19 gün hədislər içərisində gün sayı ən çox gələn rəvayətdir. Elə və səfər üçün örfə ən uyğun olan saydır. Bu da üçüncü səbəb. Üçüncü səbəb hansı oldu? Örfə ən uyğun olan say. Çünki doğrudan da biz örflə də götürəndə, doğrudan da 4 gün, 5 gün, 1 həftə səfər müddəti üçün azdır yoxsa uyğundur? Azdır. Yəni, məsələn, bir adam tutaq ki, bir yerə gedir, 1 həftəlik, 4 günlük yox, 1 həftəlik gedir. İnsanların örfündə o 1 həftə getdiyi, lap oturum niyyəti ilə qalsa da, insanların örfündə səfər hökmündədir ya yox? Səfər hökmündədir. Ona görə o biri rəylərə baxanda gün sayı azdır. Amma kimsə desə ki, tamam onda bunu 1 ay edək, ay yarım edək, 2 ay edək, cavab olaraq deyirik ki, bu da örfən götürəndə çoxdur. Çünki bir adam məsələn kəndə gedir, babasının, nənəsinin, dayısının, bibisinin yanına, gedir 2 ay orada qalır, yayda dincəlir. Bu artıq səfər hökmündən çıxıb, hətta örfən belədir. Ona görə üçüncü səbəb də budur ki, səfər üçün örfə ən uyğun olan say da elə bu 19 gündür. Bu da üçüncü səbəbdir. Və bu üç səbəbə görə elə bil ki, 19 günü biz tərcih etmişik. Və həmçinin qeyd eləmişik ki, İmam İshaq ibn Rahavey. Kimdir bu imam? İshaq. İshaq ibn Rahavey. Yəni elə bil ki, İshaqı tanımayan, yəni Əhmədi tanımır. İshaq ibn Rahavey. İmam Əhmədin aqranlarından olub. Yox. İmam Əhmədin aqranlarından olub. Yəni İmam Əhmədin necə ki deyirik, Buxari Muslim. Buxari Muslim. Əhməd və İshaq. Sadəcə olaraq məzhəbi tələbələri tərəfindən tam qorunmuyub. Və məzhəbi demək olar İmam Əhmədin məzhəbinə tam uyğun olub. Aydındır. Böyük imamlardan olub. Fəqih mühaddislərdən olub. Deməli, İmam İshaq ibn Rahaveyh də bu məsələdə İbn Abbasın məzhəbində olub. Yəni, bir sual versə ki, tamam. Dedik ki, İbn Abbasın məzhəbini tərcih elədik. Alimlərdən kim burayda olub? İshaq ibn Rahaveyh. İbn Abbasın məzhəbində olub. Və bunu bir çox kitabdan bilirik. O cümlədən də İmam Tirmizinin Sünənindən. İmam Tirmizi rəhməhullah Sünənində, hədis kitabında o səfərlə əlaqəli hədisləri rəvayət edəndən sonra alimlərin görüşlərini gətirir. Və bu da İmam Tirmizinin Sünəninin başqa sünənlərdən fərqli cəhətlərindən birisidir. Ki, hədisləri gətirəndən sonra alimlərin rəylərinə toxunur. Və orada İmam Tirmizi 548-ci hədisdən sonra deyir ki, İshaq ibn Rahaveyh o da bu məsələdə ən güclü məzhəbin, ən güclü rəyin İbn Abbasın məzhəbi olduğunu hesab edirdi. İshaq. Və görün İshaq ibn Rahaveyh nə deyirdi? Bunu Tirmizi nəql edir. Rahiməhullah deyirdi ki, çünki İbn Abbas bu haqda Peyğəmbərdən hədis rəvayət etmiş, ha belə bu hədisi əsas götürərək onun vəfatından sonra da bununla əməl etmişdi. Bayaqlar qeydlədiyimiz səbəb. Digər sahabələrdə bu olmuyor. Digər sahabələr sadəcə olaraq gördüyünü rəvayət ediblər. Deyiblər ki, Allah Rasulü 15 gün filan yerdə qaldı,
və səfər qıldı. Qutardı, məsələ bitdi. Deməyib ki, biz də belə edəcəyik. Amma İbn Abbas deyib ki, Allah Rasulunun vəfatından sonra deməyib mən, deyib biz də belə edəcəyik. Və ona görə İshaq deyir ki, çünki İbn Abbas bu haqda Peyğəmbərdən hədis rəvayət etmiş. Ha belə bu hədisi əsas götürərək onun vəfatından sonra da bununla əməl etmişdi. Ona görə İbn Abbas 19 gündən artıq oturuma niyyət etdikdə namazları tam qılardı. Bunu İshaq deyir. Və özü də bu rəydə olub. Həmçinin bu rəy İmam Şafidən də nəql olunub. Nəvəvi rahimehullah bunu Məcmu əsərində 4-cü cild 362-ci səhifədə nəql edir. Yəni bu İmam Şafidən nəql olan iki rəydən birisidir. Bayaqlar qeyd etdik ki, Şafi məzhəbində məşhur olan hansıdır? 4 gün. Nəvəvi rahimehullah Şafi fəqihlərindən deyir ki, həmçinin bu İbn Abbasın rəyi ki var, ki İshaq da bu rəydə olub, 19 gün, bu həmçinin İmam Şafidən də nəql olub. Aydındır. Və həmçinin bu rəydə olan alimlərdən birisi İmam Buxari. Bunu bəzi alimlər qeyd ediblər ki, zahirən belə görünür ki, İmam Buxari də bu rəydə olub. Niyə? Qeyd etmişik ki, çünki İmam Buxari Səhih əsərində musafir namazları qısaltmaq üçün neçə gün qalır adlı bölüm açmış və həmin bölümdə məhz İbn Abbasın rəvayətini qeyd etmişdi. Bundan da anlaşılan odur ki, o da bu məsələdə İbn Abbasın məzhəbinə üstünlük verirdi. Bəzi alimlər bu cür deyiblər. Deyiblər ki, zahirən belə görünür ki, İmam Buxari İbn Abbasın məzhəbinə üstünlük verirdi. Bəzi alimlər qəti olaraq deyiblər ki, İbn Abbasın məzhəbində olub. Biz ehtiyat baxımından bunu götürdük. Dedik ki, belə görünür ki, İmam Buxari da İbn Abbasın məzhəbinə üstünlük verirdi. Çünki İmam Buxarinin o səhihində onun metodunu, hədisləri necə gətirir və o hədislər üçün hansı başlıqları açır, bunları bilən bir adam həmən hiss eləyir, bilir ki, doğrudan da İbn Abbas, İmam Buxari rahimehullah bu rəydə olub. Bu rəyə meyl edib və ən azından bu rəyə üstünlük verib. Çünki o cür bölüm açır ki, musafir neçə gün qalsa musafir sayılır, belə bir bölüm açır və o bölümdə də məhz İbn Abbasın rəvayətini qeyd edir. Həmçinin Şafi fəqihlərindən İbn Mulaqqin rahimehullah deyir ki, bu rəy mənə görə də çox güclü bir rəydir. Və mən də bu rəyə əsasən insanlara fətva verirəm. Kimsə məndən soruşanda deyirəm ki, məsələ bu yerdədir. Sonra nə deyir? Deyir ki, çünki bu məsələ hansı məsələ? Yəni, səfərin gününün təyini ağılla yox, dəlillə həll olması bir məsələdir. Çünki bu elə bir məsələdir ki, yəni, ağılla təyin etmək bunun mümkün deyil. Gərək dəlillə təyin edəsən ki, bu neçə gündür. Ona görə deyir ki, və bu məsələdə də bizə gəlib çatan ən səhih dəlil, tutula bilinəsi ən sarih, etibarlı dəlil məhz budur. İbn Abbasın rəvayətini nəzərdə tutur və sonra deyir ki, elə isə bu dəlildən yan keçmək mümkün deyil. Yan keçmək olmaz. Və sonra bir qeyd qoymuşam ki, ümumiyyətlə səfərin müddətində alimlər ixtilaf etmiş və 20-dən artıq rəy söyləmişlər. Bu ixtilafa rəğmən az qism alim istisna hamısı ittifaq etmişlər ki, bu növ səfərdə namazların qısaldılması üçün mütləq vaxt təyin edilməlidir. Kim təkrarlayar? Kim nə başa düşdü? Dinləmirdiniz? Namazları qısaltmaq üçün vaxt təyin edilməlidir. Necə? Dedik ki, səfərin müddətində alimlər ixtilaf ediblər və 20-dən artıq rəy söylənilib. Hansı səfərin? Oturum niyyəti ilə olan.
oturum niyyəti ilə olmayanı həll elədik. Dedik ki, oturum niyyəti yoxdursa, hər hansısa bir məsələnin həlli üçün o lap illər keçsə belə səfər qılar. Məsələn, İmam Əhməd rahiməllahdan soruşurlar ki, o karvan başı ki olur, sərvan. O bir yerdə oturmur axı. Gedir məsələn bir müddət Bağdadda qalır, sonra keçir ora. Deyir, o nə qədər səfər qılacaq? Deyir, evinə qaydanacaq. Lap illər keçsə belə. Çünki niyyət oturum deyil. Aydındır. Kimsə getdi xaricə, müayinə, müalicə üçün. Fikrində buydu ki, bir həftəyə qaydaram, 1 ay, 2 ay, bugün, sabah səfərdir. Çünki niyyət oturum deyil. Və bu cür. Söhbət gedir ikinci oturum niyyəti ilə olan səfərdən. Deməli, dedik ki, bu barədə alimlər 20-dən artıq rəy deyiblər. Eləmi? Deməli, alimlər ixtilaf ediblər. Amma onda ittifak ediblər ki, mütləq gün təyin olunmalıdır. Məsələ bundadır. Yəni, alimlər ixtilaf ediblər ki, neçə gündür? Amma onda ittifak ediblər ki, gün təyin olunmalıdır. Yəni, səfəri 2 hissəyə böləndən sonra deyiblər ki, oturum niyyəti ilə olan səfər ki var, neçə gündür, bunda ixtilaf ediblər. Amma onda ittifak ediblər ki, gün təyin olunmalıdır. Aydındır. Ona görə biz də ən yuxarı olan günü götürdük. Və dedik ki, həm bundan artığı gəlməyib, həm burada hədisdən, Peyğəmbərin feilindən əlavə İbn Abbasın da bir tovcihi var, rəyi var, sahabı olaraq, həm də bu say örfə də uyğun gəlir. Və dedik ki, Şafi kimi, İshaq kimi, İmam Buxari kimi alimlər də bu məsələdə İbn Abbasın məzhəbində, İbn Abbasın rəyində oldular. Ona görə İbn Munzir, rahiməhullah, İbn Munzir, görün nə deyir? Fikir verin sözünə. Deyir, alimlər səfər müddətinin 20 gündən az olduğunda icma ediblər. İttifak ediblər ki, səfər müddətinin, o səfər müddəti ki var, ittifak ediblər ki, 20 gündən azdır. Neçə gündür bunda ixtilaf ediblər. Neçə gündür bunda ixtilaf ediblər. Amma ittifak ediblər ki, 20 gündən azdır. Niyə? Çünki 20 gündən çox deyən alim olmayıb. Və yeri gəlmişkən, bilirsiniz, İshaq İbn Rahaweyh nə üçün İbn Abbasın məzhəbini seçib? İshaq İbn Rahaweyh deyir ki, əgər mən bilsəydim ki, mütləq gün, yəni rəqəm təyin olunmalıdır, bunda alimlər ittifak etməyiblər. Mən deyərdim ki, kimsə səfərə çıxmadı, evinə qaydanacan musafirdir. Bunu deyərdim. Amma deyə bilmirəm. Niyə? Çünki bilirəm ki, alimlər ittifak ediblər ki, mütləq gün olmalıdır. Və sonra İshaq deyir ki, mən də ən yuxarı olan günü seçirəm. 19 gün. Yəni, hətta İshaqın, rahiməhullahın, o sözü deməsinə manə nə oldu? Alimlərin ittifakı. Çünki İshaq deyir ki, mən baxdım özümdən qabaq, sahabə tabiindən tut, öz dövrüməcən, gördüm ki, alimlər mütləq gün təyin ediblər. Yəni, bu sözü deyən olmayıb. Ki, çıxdın səfərə, olduğun müddətcə musafirsən. Bunu deyən olmayıb deyənə, mən bunu deyə bilmirəm. İmam Əhmədin bir sözü var, deyir, İyyəkə ən tətəkəlləm fi məsələtin leysə ləkə fiyhə imam. İmamın, sələfin olmayan bir məsələ barədə danışmaqdan uzaq dur. Ki, bir söz deyərsən, sonra deyəcəklər, səndən qabaq bunu kim deyir? Kim deyib? Bir növ İshaq da bunu deyir. Bilsəydim ki, məndən qabaq sələflərdən, sahabələrdən, tabiinlərdən və s. imamlardan kimsə deyib, buna rəvaz verib, mən bunu deyərdim. Çünki buna meyl edirəm. Deyə bilmirəm, buna görə ki, alimlər ittifak edib. Ona görə də ən yuxarı rəqəm nədirsə, onu seçir, rahiməhullah. Və sonra məqalənin sonunda fayda olaraq
Şeyx Səad Əl-Xaslən barədə bir şey qeyd etmişəm. Deməli, bu şeyx hal-hazırda sağ olan, həyatda olan şeyxlərdəndir. Kibarul Üləmanın, böyük alimlər heyətinin üzvüdür. Da ola bilsin bizdə məşhur olmasa da, Saudiyada xüsusən fıqhı sahədə ən məşhur olan 4-5 nəfərdən birisidir. Deməli, Şeyx Xaslən, hafizəhullah deyir ki, bu məsələ, bu səfər məsələsi, necə ki, bizdən qabaqki fəqihləri ən çox məşğul edən məsələlərdəndir və üzərində ən çox ixtilaf olunan məsələlərdən, o cümlədən də bizi də çox məşğul edib. Və Şeyx Rahimullah deyir ki, deyir tək yox, başqa bir şeyxlə bu məsələni düz 6 ay araşdırdım. Düz 6 ay bu məsələnin üstündə oturduq və deyir, sonda gəldiyimiz qərar bu oldu ki, haqqa daha yaxın olan rəy məhz İbn Abbasın rəyidir. Və səhv etmirəmsə, İmam Şovkan Rahiməhullah, həmçinin tələbəsi Sıddıq Həsən xan, onlar da bu rəydə olublar. Onlar da bu rəydə olublar. Və məqalə burada bitir və maraqlı bir sonda bir şey qeyd etmək istəyirəm. Keçən il ümrədə olanda bu məsələ barədə söhbət düşdü. Çünki ümrədə bu məsələyə daxildir axı. Adam var, Ramazanda gedir 1 aylıq. 20 günü keçdi, 19 günü keçdi. Artıq musafir deyilsən. Yəni bu mövzu orada da düşdü. Nəysə, bu məsələni danışandan sonra bilmirəm, qardaşlardan kimsə ya bu formada, ya buna oxşar bir söz dedi ki, deməli, yəni nəcə bu vaxtacan deyilməyib, falan, eşitməmişik, belə təsadüfən yanımızda olan qardaşlardan birisi özü ilə bizdə tərcümə olunan bir İslam fıqhı kitabı var. İslam fıqhı. Görmüsünüz? Hə. O kitabı özünü aparmışdı orada oxumağa. Bu söhbət əsnasında bu da tez götürüb o kitabı vərəqlədi ki, görün burada müəllif nə deyir? 19 gün. Söhbət indi kitabın müəllifindən getmir. Söhbət ondan gedir ki, məsələ bunda deyil ki, bunu kimsə deyib deməyib. Məsələ bundadır ki, biz dinləmirik və biz oxumuruq. Kitab oxumuruq axı. Çox belə maraqlı bir şey yarandı orada. Qardaşlar özləri də məəttəl qaldılar və məsələ bundadır ki, bu kitab neçə ildir tərcümə olunub? Azı bir 15 il var. Mən bilən azı bir 15 il. Deməli, azı, yəni o kitabı oxusaydınız, indi o məclisdə deyirəm qardaşlara, oxusaydınız, deməli siz bu məsələni indi yox, 15 il bundan qabaqdan bilməli olmalıydınız əslində. Amma bilməmişsiniz, səbəb çünki oxumamısınız. Hə, hətta demək istədim odur ki, hətta o kitabın müəllifi belə, o kitabda, tərcümə olunan kitabda, məhz bu rəyi tərcih edib. 19 gün rəyini. Məsələ aydın oldu, yoxsa? Məsələ aydın oldu. Yəni, xülasə eləsək, səfər 2 növdür. Oturum niyyəti ilə olmayan səfər, bu səfərdə vaxt, gün yoxdur. Evə qaydanacan musafirsən. Həftələr, aylar keçsə belə. Getmirsən bir yerə, hansısa bir işin həllindən ötürü. İlişib qalmısan. Günlər gedir, aylar, həftələr, musafirsən. İkinci, oturum, qonaqlamaq, qalmaq niyyəti ilə olan səfər. Burada da dedik ki, inşallah doğruya ən yaxın olan və əsərlərdə ən çox rəqəm kimi sabit olan və örfə də ən uyğun olan hansıdır? Məhz 19 gün. Belə sual verilə bilər ki, axı bəzi hədislərdə gəlib axı sahabələrdən ki, məsələn 2 ay qalıblar, səfər qılıblar. Bəs buna nə deyəcəksən? Deyirik ki, bu birinci qism səfərə aiddir. Hətta o əsərlərdən bilinir. Deyir, çıxdıq Qazavata, döyüşə çıxıblar. Aydındır. Döyüşə çıxan oturum niyyəti ilə çıxmır ki, kefə çıxmır. Məsələn, misal üçün bizdə 44 gün müharibə. Nə dedik? 44 gün. Kim bilirdi ki, 44 gün olacaq? Bu çıxıblar. Bu 40 gündə ola bilər. Ukrayna, Rusiya savaşı neçə ildir davam edir. Aydındır necə? Ona görə o hədislər ki var, biz o hədisləri bu cür başa düşürük.
Və bu cür başa düşməyimizi həm də bizi vadar edən nədir? Nədir? Dedi axı alimlərin ittifaqı. Fikir verirsiniz. İbn Munzir nə dedi? Dedi ki, alimlər səfər gününün təyinində ixtilaf etsələr də 20 gündən az olmasında nə ediblər? İttifaq ediblər. Və sonra İshaq ibn Raheveyhin də sözünü eşitdik ki, Rahiməllah nə deyir? Deyir ki, əgər mən bilsəydim ki, məndən qabaqki alimlər bu məsələdə, yəni 20 gündən azında, yəni bir növ ittifaq etməyiblər, deyərdim ki, səfərə çıxdın, qaydanacan musafirsən. Ona görə də ən çox olan rəqəmi götürün. Doğrusunu Allah bilir. Barakallahu fikum. Sallallahu aleyhi ve sellem və alə alihi və səlləm. Bəli. Olan bu Peyğəmbər sallallahu əleyhi və səlləm vaxtında bu sahabelər də bildilər. Sadəcə orada Peyğəmbər sallallahu əleyhi və səlləm işi, getdiyi vaxt o qədərmiş də 4 gün, 10 gün, 12 gün. Bəli. Amma məsələn nədir? İbn Ömərin o ləfzindən bilirsən ki, İbn Abbas. 19 İbn Abbas. İbn Abbasdan. Bəli. Bilinir ki, artıq 19 burada həddir, yəni. Yəni sadəcə onlar ondan rəvayət edirlər də Peyğəmbər. Bəli, onu dedik, hə. Bir də mənim. Bu deyir 19. Çünki heç bir rəqəm barədə İbn Abbasın 19 rəqəmi barədə dediyi şey gəlməyib. İbn Abbas orada həm də rəy qoyur ortaya ki, biz də Allah Rasulundan sonra, bundan sonra belə edəcəyik. O 15 rəqəmini, 12-ni, 13-ü rəvayət edən sahabə belə şey deməyib. O sadəcə olaraq rəvayət edib ki, Allah Rasulü Tabukda 15 gün qaldı, səfər qıldı. Vəssalam. O deməyib ki, 15 gündən artıq mən qalsam qılmayasam. Amma İbn Abbas deyib. Məsələn, biz bu danışdığımızla nəyi başa düşdük? Tutaq ki, məsələn, əskərlik, sual. Səfər, yəni səfərdir ya, yox? Yox, səfər deyil. Çünki adam gedir, bir il ya il yarım, niyyət nədir? Oturun. Səfər deyil, qutardı. Təhsil üçün gedənlər, məsələn, gedir Mədinədə oxuyur və dünyəvi təhsil və s. Səfərdir, səfər deyil. Səfər deyil. Həm də bu rəy ki var, bu rəy, həm də nə üçün daha münasibdir? Hətta şəriətin ruhuna da münasibdir. Bax, təsəvvür edin, adam gedir bir ölkəyə, məsələn, Saudiyada çoxdur, Bangladeşdən, oradan, buradan gəlir, illərlə işləyir, ölkəsinə də qayıtmır. Təsəvvürlə ki, sən buna desən ki, sən musafirsən, bu adam illər keçir, deyir, müsafiram, Ramazan orucunu tutmur. Namazları qısaldır. Bu şəriətin ruhuna uyğun da gəlmir. Aydın oldu necə? Deməlim, bu oturum misafirliyi var, bu 19 gündən sonra. Bu, məsələn, oturum niyyətinə mən gitmişəm Şamaxıya. 14 gün niyyətində. Amma 19 gün keçmədi, 14 gün, amma niyyətim 14 gün. O müddətlə qısaldmalıyım, yoxsa tam qılmalıyım? Dedi, yaxı, qısaldırsan. 19 gündən az qısaldırsan. 19 keçdiysə... Yox, əgər 19, məsələn, mən gedirəm 1 aylıq. 1 aylıq. 19 gündən artıqdır. Sual, musafirsən ya yox? Yox. 19 gündən çoxdur. Onu başa 19 gün ərzində qısaldıb, 19 gün keçəndən sonra bütöv qılmalıyım. Yox, tam, əvvəlindən tam. Ha, tamam. Əvvəlindən, əgər sən 1 aylıq səfərə gedirsənsə, 1 aylıq səfər, 1 aylıq əvvəlindən tam qılırsan.